Hər kəsə salam, hər vaxtınız xeyir olsun. Mən Coğrafiya müəlliməsinin Nurayna Namazova. Elə isə bugün harda qalmışdıq? Fiziki coğrafiya rayonlaşdırmanın ilk 30 sualını part 1-də izah eləmişdim. Bugün isə yerdə qalan suallardan izah edəcəm ki, imtahanda sizə bu suallar düşsə və yaxud da buna oxşar suallar düşsə, rahatını yaza bilərsiniz. Demək deyir ki, xəritə 31-ci sual deyir ki, xəritə sxemindəki rəqəmlərə əsasən torpaq tiplərinə uyğun gələn fiziki coğrafiya rayonları müəyyən edin. Demək 3 haradır dedi? Samur dəvəti. Keçən videolarda dedik ki, Samur dəvəti də introzional landşaftdır, yəni çəmən meşə torpağıdır. Demək, 3 olacaq nə? 3. Bozqonur torpaq Qobustan Abşerondadır 1. Dağ Qara Şamaxı İsmail burada 2 aiddir. Dağ Çəmən isə Qonaqkənd 4 aiddir. Uyğunlaşdırsaq 2, 4, 3, 1. Doğru cavab olur nə? E variantı. Bu sualda həll etdiyimizə görə keçirik növbəti sualın izahına davam etməyə. Böyük Qafqaz təbii vilayətində hansı fiziki coğrafi rayonlarda rütubətli əmsalı əsasən vahiddən böyük və vahiddən kiçikdir? Vahiddən böyüksə rütubətli yerlərdir. Hansılar olar? Zaqatala, Lahıc olar, Şamaxı olar və Qonaqkənd olar. Demək, biri olar nə? 2, 3, 5. Vahiddən kiçikdir deyirsə 2-yə olacaq nə? Demək, 1, 4. 1-ə 2, 3, 5, 2-yə 1, 4. Doğru cavab E variantı. 32-ci sualda həll etdiyimizə görə keçirik 33-cü sualın izahına. Demək, davam etməyə. Bizdə deyir ki, 33-cü sualda xəritə sxemində rəqəmlərlə verilən fiziki coğrafi rayonların yalnız birində rast gələn iqlim yarım tipini müəyyən edin. Demək, deyir ki, bizdə yayı quraq keçən soyuq görürəm. Yayı quraq keçən soyuq ancaq Naxçıvanda yadda saxlayın. Bu isə Böyük Qafqaz ərazisidir. Demək, yayı quraq keçən soyuq olmayacaq. Ona görə C səhvdir, B səhvdir, C səhvdir. Qışı quraq keçən soyuq olar. Yağıntılara bərabər paylanan mülayim isti iqlim deyir. Yağıntılara bərabər paylanan mülayim isti iqlim Böyük Qafqazın cənubunda da var, bu hissədə də var. Həmçinin Qusar maddədə və bu ortaq xüsusiyyət ola bilməz. Çünki bizə deyir ki, yalnız birində rast gəlsin. Ona görə A da səhvdir. Doğru cavab qalır nə? A, D, E, yəni Y variantı. Qışı quraq keçən soyuqdur. Qışı mülayim keçən yarımsər və quru çöldür. Bir də bütün fəsillərdə bol yağıntılı soyuqdur. Doğru cavab oldu nə? E variantı. Bu sualda həll etdiyimizə görə keçirik 34-cü sual həllindən davam etməyə. Deyir ki, Azərbaycanda neft, təbii qaz, tikinti materialı, zənginan fiziki coğrafi demək rayonlar. Yadda saxlayın ki, Zaqatala, Laçında yalnız deyirik nə var? Demək, polimetal fiziki. Onun Zaqatala, Laç olmayacaq. A səhvdir. Sonra Qanıq Ərçə də aiddir də. O da yəni polimetal olan yerə deyirəm. Ona görə bunu da çıxırıq. A, S səhvdir. Daha sonra məsələn bizdə neft və qaz deyir, Həkəri deyir. Bu doğru cavab deyil. Qarabağ vulkanik yazı dağıldı. Ümumiyyətlə bunlar çökmə materiallıdır. Çökmə olan yerdə, yəni çökmə üzvü mənşəli faydalı qazıntılar əsasən bizdə hardadır? Qobustan Abşerondadır, bir də Mərkəzəran. Yəni doğru cavabına C variantı. Abşeron, Qobustan, Mərkəzəran, yəni Kür, Arazova. 34-cü sualı həll etdiyimizə görə 35-ci sualdan davam edirik. Azərbaycanın hansı təbii vilayətində ən iri ardıcıl hövzəsi formalaşmışdır? Bununla bağlı biz Instagramda paylaşmışıq. Ümumiyyətlə ən böyük və ən iri ardıcıl hövzəsi bizdə Kür, Dağaraz çökəkdədir. 35-də olacaq nə? E variantı. Bunu da həll etdiyimizə görə keçirik 36-cı sualdan davam etməyə. Düzənlik meşələrin yayıldığı fiziki coğrafi ərazilər. Biz demişdik ki, düzənlik meşə hardaydı? İntizonal landşaft olan yer idi və dedik ki, suların səthə çıxması nəticəsində, yəni şirin yeraltı sularında da səthə çıxması nəticəsindədir. Qanıq Əriçaydı, Samur dəvəsi idi, bir də Kürsayı Tuqay meşələri. A-da Zaqatala, Laç var, çıxıram. B-də Qonaqkənd var, çıxıram. C-də Zaqatala, Laç var, çıxıram. D-də Şamaxı, Dalşı var, çıxıram. Doğru cavab qalır E variantı. Samur dəvəsi, Qanıq, Əriçay. 36-cı sualda həll etdiyimizə görə keçirik 37-ci sualdan davam eləməyə. Deyir ki, filiz faydalı qazıntı yataqlarının yayılmadığı fiziki coğrafi rayonlar. Filiz faydalı qazıntılar biz bilirik ki, Günüt Qapıcıqda var, sonra Zaqatala, Lahıcda var, Balakəndə polimetal filizləri, sonra vulkanik yaylada deyirik ki, var, Gəncə Daşkəsən düşür bura, Gəncə Daşkəsən Gədəbəy burada var. Doğru cavab nədir? B. Ceyran Acınahurda filiz faydalı qazıntılar yoxdur. Bu sualda həll etdiyimizə görə keçirik 38-ci sualın izahından davam etməyə. Azərbaycanda qış otlaqlarının yerləşdiyi əsas təbii vilayətdir. Yadda saxlayın. Qış otlağı deyirsə, düzən yer seçirsiniz, yay otlağı deyirsə, dağlıq yer. Burada qış otlağı olduğuna görə demək düzən yer seçirəm. A. Kiçik Qafqaz dağıdır, Böyük Qafqaz dağıdır, Orta Naxçıvan dağıdır, Lənkəranda Talış dağları dağıdır. Cavab o nə? B variantı. Kür, Araz. Bu sualda həll etdiyimizə görə keçir 39-cu sualın izahına davam etmək. Deyir, antropogen landşaftın geniş yayıldığı fiziki coğrafi rayonlar. Antropogen nə idi deyirdik?
insanlar ən çox fəaliyyət göstərir və insanlar ən çox hara fəaliyyət göstərə bilər? Orta dağlıq olsun, alçaq dağlıq olsun və ya da düzən ərazi. Məsələn, Ada Qonaqçənd dağlıqda insan çox təsir göstərə bilmir. Dedə məsələn Zaqatala Lahıc var. Dedə məsələn Qarabağ vulkanik yaylası var. Edə məsələn Dağlıq Şirvan var. Hansı ki dağlıq ərazi insan çox təsir göstərə bilmir. Əslində düzənə təsir göstərir. Ona cavab nə olacaq? Abşeron, Qobustan, Qazax, Qarabağ, Kür arası. 39-cu sualda oldu nə? B variantı. Bu sualda həllədiyimizə görə keçirik 40-cı sualdan davam eləməyə. Azərbaycanda kollektiv drenaj şəbəkəsinin ən sıx olduğu fiziki coğrafi rayon deyirsə, təbii ki, bu suvarma məqsədi ilə, həmçinin yeraltı suların səviyyəsini təmin etmək üçün istifadə olunur nə? Demək, düzən yer, yəni Kür azovanı. Doğru cavab olur nə? C. Kür arası. 40-cı sualda həllədiyimizə görə keçirik 41-ci sualdan davam etməyə. Deyir ki, eyni təbii vilayətdə yerləşən fiziki coğrafi rayonlar, eyni təbii vilayətdə, məsələn, Qarabağ, Gəncə, Qazax, Qarabağ deyir. Məsələn, Qazax, Qarabağ çıxır bu Qarabağla Gəncədən. Çünki Qarabağ, Gəncə, Kiçik Qafqaz, Qazax, Qarabağ kürə düşür, getdi. Məsələn, Bədə, Günnüt, Qapıcıq, Naxçıvandır. Vulkanik Gələ, Həkəri, Kiçik Qafqazda olmaz. Məsələn, Didə, Şamaxı, Dağlıq Şirvan, Qobustan, Abşeron, Böyük Qafqazda, amma Kürdü, Şirvan, Kürcəgəydə olmaz. D variantında məsələn, Samur, Dəvəçi, Böyük Qafqazda, amma Arazboy, Mərkəzi Aran, Kürcəgəydə olmaz. E-də Arazboy, Kürdü, Şirvan, Qazax, Qarabağ. Demək, doğru cavab olur nə? 41-də E variantı. Bunu da həllədiyimizə görə keçirik 42-ci sualından davam edirəm. Deyir ki, Pirqulu, Şirvan, İlisu təbiəti mühafizə obyektlərinin yerləşdiyi fiziki coğrafi rayonların müvafiq ardıcıllığı. Demək, Pirqulu yadda saxlayın, Şamaxı dadı, yəni Dağlıq Şirvana düşər. Ona görə Ada, Samur, Dəvəçi var, çıxıram. Didə Qonaqkənd var, çıxıram. Edə, Qobustan, Abşeron var, çıxıram. Şirvan Kür arazdadır. Aha, ikisinə görə. Ona baxıram İlisu. İlisu da Qaxdadır. Qax da düşür hara? Zaqatala, demək, Lahıc. Ona görə burada Qonaqkənd də çıxır. Doğru cavab qalır nə? C variantı. Bu sualda həllədiyimizə görə keçirik 43-cü sualdan davam edir. Deyir ki, Qazax Qarabağ fiziki coğrafi rayonu üçün xarakterik deyil. Demək, Qazax Qarabağ üçün düzən yer olduğu üçün belə deyək. Deyirik ki, burada nə xarakterikdir? Yarımsəhra və quruçuluq xarakterik yəni A doğru cavabdır. Mən aid olmayanı götürəcəm. Daha sonra demək akkumulyativ relyefdir, yəni düzənlik olduğu üçün akkumulyasiyadır, bəli. Rütubətləmə misalının vahiddən böyük olması. Bax bu bizdə səhv cavabdır. Yəni bunu görə. Çünki düzən ərazidə rütubətləmə misalı vahiddən böyük olmur. Əksinə vahiddən kiçik olur. Bu da yəni səhvdir. Suvarma ikinci düzən deyə olar. Atış obağı torpaqlar, boz çəməndə bu da olar. Doğru cavab olduğuna 43-də C. Keçdik 44-də. Deyir ki, Qonaqkənd və Arazboy fiziki coğrafi rayonlarının yerləşdiyi müvafiq təbii vilayətlər. Qonaqkənd Böyük Qafqazda, Arazboy Kür dağı arası çox yerdə. Ada Orta Araz var, getdi. Sonra Didə Kür arası var, getdi. Böyük Qafqaz. Arazboy dedi, Hadı Lənkəran deyil. Kiçik Qafqazda Kür dağı arası çox yerdə. Doğru cavab olur nə? D variantı. Bu sualda həllədiyimizə görə keçirik 45-dən davam edir. Neft və təbii qazla zəngin olan fiziki coğrafi rayonlar. Biz bilirik ki, neft və qaz bizdə hardadır? Abşeron, Qobustan və Kür Araz ərazisində. Doğru cavab A variantı olur. Bu sualda həllədiyimizə görə keçirik 46-dan davam edir. Deyir ki, Acınoxur Ceyranköy fiziki coğrafi rayonuna aid olan demək xüsusiyyətlər. Aid xüsusiyyətlərin daşlı palçıqlı sellər yadda saxlayın. Böyük Qafqazın cənubu Şəki-Zaqatala ərazisidir. Demək, qış otlaqlar genişlənib. 2-ni götürürəm. Şirinsu gölə üstün təşkil. Burada quraq yerdir. Burada necə Şirinsu olsun? Bu olmaz. Yarımsərə və aid serək meşə landşaftı. Yəni, bax, bu doğrudur. 2, 4 götürə bilərəm. Ərazisində qoruqlar vardır. Bəli, bunu da götürə bilərəm. Doğru cavabı 2, 4, 5. 2, 4, 5 doğru cavabdır. Yəni D variantı 46-da. Keçdik 47-dən davam etmək. Qanıq Əyirçay fiziki coğrafi rayonu üçün səciyyəvi xüsusiyyətlər. Yay qura keçən mülayim iqlim günəgim tez çıxmalıyam. Çünki yay qura keçən mülayim iqlim Lənkəranda. Demək, birlər səhvdir. 2 görüş 3 variant artıq getdi. A, D getdi. Düzən meşə inkişafı. Bayaq dedik ki, internasional landşaftda düzən meşə var. Demək 2-ni götürəcəm. 2 variant, 4 də 2 variant da var. Gətirmə konusu demişdik nədir? Çayların çöküntüləridir. Əsasən dedik harda var? Qanıq Əriçayda idi. Demək sonra dedik ki, demək Gəncə, Qazax düz, bir də Şirvan düzündə var gətirmə konusu. Daha sonra yarımsəhra landşaftı idi. Bu da düzən meşə landşaftı idi və buradakı çay başa kürə deyir nə? Tökülmürdülər. Ona görə bunu da çıxacağam. Cavab olsun 6. İnternasional landşaftı yəni 6, 4 gətirmə konusudur. 2 də düzəlmiş. 2, 4, 6 doğru cavabdır. Yəni B variantı 47-ci sualın doğru cavabıdır. 47-ni də həll etdiyimizə görə keçirik 48-dən davam edik. Kür dağı, Kür çökəyi təbii vilayəti üçün səciyyəvi torpaqlar. Bilirsiniz ki, Kür necə yerdir? Deyirik ki, demək quraq yerdirsə, orada o zaman dağlı torpaq, yəni tünd şabaldı da çıxacaq. Sonra tünd şabaldı çıxır.
Daha sonra qara torpaq da çıxır. Qara torpaq da çıxır. 4 cavab qaldı B variantı. Boz çəmən, açıq şabaldı, boz qonur və şoran. 48 hədədimizə görə 49 ilə davam edirik. Demək deyir ki, əlamətlərin aid olduğu, demək deyir ki, əlamətlərin aid olduğu ərazi müəyyəndir. Yerləşmiş fiziki coğrafiyanın ən quraq hissəsidir. Qurun sular səthə yaxın yerləşmişdir. Çay şəbəkəsi çox zəif inkişaf etmişdir. Demək, söhbət hardan gedir? Bu cənub-şərqi Şirvandır. Çünki yerləşmiş fiziki ən quraq ərazidir deyirsə, üstəgəl qurun sular səthə çıxıbdır deyirsə, çay çox zəif deyirsə, məsələn, Lənkəran rütubətli də çıxır, Qanıq Ərçi rütubətli çıxır. Məsələn, Samur Dəvəçi düzən meşədir deyə çıxdaş edə bilərik. Üstəgəl Qarabağ düşünəndə xeyli ərazilər, yəni Suami Kalmadi olmaz. Amma olur nə? Cənub-şərqi Şirvan, yəni 49 olur nə? A variantı. 49 da hədədimizə keçir 50-dən davam edir. Qış otlaqlarının daha geniş yayıldığı fiziki coğrafi rayonlar. Qış otlaqları deyirik harda? Düzən ərazilər. Düzənlər də hansılardır? Demək dağlara çıxıram. Günüt Qapıcıq da çıxıram, Zaqatala da çıxıram. Dağlı Şirvanşamaxı da çıxıram, Qızıltala çıxıram. Cavab qaldı B variantı. Ceyrançıl, Acınahur, Küdrü, Şirvan. Bu sualda hədədimizə görə keçirik 51-ci sualdan davam etmək. Şirvan düzünün yerləşdiyi fiziki coğrafi rayonlar. Şirvan düzü bizdə hardadır? Küdrü Şirvanın Kürazda düşür. Ona görə Acınahur deyil çıxıram, Arazboy çıxıram, Qazax Qarabağ çıxıram və Arazboy çıxıram, qalır Küdrü Şirvan və Küraz. Doğru cavab olur nə? 51-də D variantı. 51 də hədədimizə görə keçirik 52 ilə davam etməyə. Uyğunluğu müəyyən edin deyir. Zaqatala demək hara aiddir? Böyük Qafqaza 1-ə B. Demək sonra gəlir nəyə? Qarayazı burada Kür çökməsinə aiddir. 2A olmalıdır. 2A. Qaragöl, məsələn, Türyan çay da bizə hara aiddir deyirik. Demək, Kürə aiddir. Qaragöl də bizdə hara aiddir deyirik. Demək, Kiçik Qafqaza aiddir. Buna uyğun indi seçək. Məsələn, burada bir dənə Zaqatalaya B, yəni Böyük Qafqaz, bir də Türyan çaya Kür dağı çökəyi uyğun gəlir. 1B, 4A. Doğru cavab olur nə? C variantı. Bu sualda həll etdiyimizə görə keçirik 53-cü sualdan davam etmək. Deyir ki, ərazisi bütövdə Küraz fiziki coğrafiyalarında yerləşən düzənliklər. Bunlar hansılardır? Muğan, Salyan və Cənub-Şərqi Şirvan. Qarabağ Kürdə tam düşmüdə çıxır. Sonra Qarabağa çıxıram. Burada məsələn Gəncə, Qazaxa çıxa bilərəm. Burada Qarabağ çıxım, qalır nə? Muğan, Salyan, Cənub-Şərqi Şirvan. Bunu da həll etdiyimizə görə keçirik 54-dən davam etmək. Deyir, çay şəbəkəsinin az olduğu fiziki coğrafi rayon. Çay şəbəkəsinin az olması üçün ərazi necə olmalıdır? Quraq ərazi olmalıdır. Zaqatala dağlıqda çıxıram. Sonra Qobustan Abşeron Acınahur B düzdür 54-də. Lənkəran rütubətli də çıxır. Qonaqkən rütubətli çıxır. Məsələn, Gəncə rütubətli çıxır. Qalır doğru cavab nə? B variantı. Keçdik 55-dən davam edir. Şoranlaşma daha çox məruz qalan fiziki coğrafi rayonlar deyir. Şoranlaşma düzən yerdə olar. Düzən yerlərdə hansılar? Kürazda olan ərazilər. Demək, Abşeron, Qobustan, sonra Küraz, Küdür Şirvan. Yəni düzən yer, quraq yerdə. Qonaqkənd dağlıq da olmaz, Gəncə olmaz, Qarabağımız dağ olur. 1-3-5 D variantı. 55-ci sualda həll etdiyimizə görə 56-cı sualın davam edir. Acınahur Ceyran fiziki coğrafi rayonuna aid olan xüsusiyyətlər. Demək, iqlimi kəskin kontinentaldır deyə bilmərik. Arid dendrasi götürə bilərəm. Yarımsər quruculuq iqlimi götürərəm. Və burada neft, qaz ehtiyatları var, götürərəm. 204. Filiz deyim, bayaqdakı sualda təhlil edik ki, filiz yoxdur. Acınahur Ceyran çöldə İntizam landşaftda dedik ki, Samur Dəvəçidir, Qanıq Əyirçaydır, bir də ki, Kür sahil Tuqay meşəsi. 4 cavabında 2, 3, 4, yəni A variantı. 56-cı sualda həll etdiyimizə görə keçirik 57-ci sualdan davam eləməyə. Demək, Küraz fiziki coğrafi rayonu üçün səciyyəvi xüsusiyyətlər. Ərazisində Ağgöl, Şirvan və Qızılaz təbiəti mühafizə obyektləri yerləşir. Bir düzdür. Sonra yay, quraq, qışı rütubətli olan mülayim istiqlim burada deyil. Kürazda qışı mülayim keçən yarımsər qurucudur. Bu da səhv. Minerallaşmış qurun sular səthə yaxın yerləşir. Bunu götürəcəm. Qərb hissəsində maqmatik, şərqdə metamorfik. Şərqi Xəzər dənizinə düşür Kürazın. Şərqində yanarlar var, üzvü, yəni neft, qaz var. Qərbində maqmatik ola bilərdi, amma bu doğru deyil, çıxıram. Kaynazon çökmə suyu, bəli, 4-cü ölçü suxurlara yayılıb, yəni 1-3-5. Qara və tünd şəbalı torpaqlar burada düzəndir, dağlar. Ona görə o da olmaz. Cavab ona 1-3-5 E variantı. 57-ci sualda həll etdiyimizə görə 58 ilə davam edirik. Demək, Ceyran Acınahur fiziki coğrafi rayonuna aid olan xüsusiyyətlər. Ərazinin bir hissəsi okean səviyyəsindədir. Xeyr. O tamamilə okean səviyyəsindən hündürdə yerləşir. Qış otlaqları geniş yayılıb. 1-2-dir. Çay və göl şəbəkəsi çox sıx deyil, çünki qıraq yer Ceyran Acınahur. 3-lər çıxıram. Baxın bu şəkildə işləyir. Bir hissədir, cavab çıxdı əslində. Quru çöllər və yarımsər landşaftlar bu düzdür. Ərazisində Eldar Şam, Arc və Sakız arasında mühafizə olunduğu qoruqlar bu da düzdür.
Demək, doğru cavabı 2, 4, 5 E variantı. Bunu da həll etdiyimizə görə keçirik 59-cu sualdan demək davam eləməyə. Küçükəli vilayətinin mənimsənməsini asanlaşdıran təbii amillər. Demək, qışın mülayim şaxta az keçməsi 1, məhsulda qara torpaq kürdə yoxdur, çıxıram. Düzən relyef olar 3, qar örtüyü burada yoxdur, olmaz. Saç və sıx olmaz. 6, fəal temperaturlar cəmi olar 1, 3, 6, doğru cavab olur nə? B variantı. 59-cu sualda həll etdiyimizə görə keçirik 60-cı sualla davam eləməyə. Deyir, aqroqlim metodlarla əkinçiyə daha geniş imkan verən fiziki coğrafi rayonlar. Burada olar nə? Düzən yer. Məsələn, Qarabağ vulkanik ərazisi olmaz, az səhvdir. Qonaqkənd dağlıq yerdə olmaz, Günc Qabısı dağlıq yerdə olmaz. Talış dağı çox rütubətli, dağda necə aqroqlim yaxşı olar, həm də ki, əkinçiyə əlverişli olur. Əlverişli olması üçün əkinçiliyin düzən yer olmalı. Orada nə? Küraraz, Qazax Qarabağ və ya Küdri Şirvan. Doğru cavab olur nə? B variantı. Bu sualda həll etdiyimizə görə 61-ci sualın daimi Çay-Zövazın səciyyəvi olmayan cəhətlərdir. Alçaq düzənlik olması, şərq hissəsində okean səviyyəsi aşağıda yerləşmir. Bu düzdür. Bunlar mənə aid olmayın. Demək, birlər düzdür, biri çıxacam. Aid olduğu təbii vilayətin bütün düzənliklərlə həmsərhəd olması. Xeyr, məsəl üçün Naxçıvanla sərhəd deyil. Məsələn, bu aid deyil. Ona görə 2-ni götürərəm. Çeşmə sular üçün təşkil edir. Bəli, bu da düzdür. Demək, 3-ləri çıxacam. Daha sonra quru subtropi iqlimə malikdir. Bəli, bu da aiddir. Mənə aid olmayan lazımdır. Qurun suları dərində yerləşir. Xeyr, qurunt demək, suları bizdə deyir nədir? Dərində yerləşir. Götürəcəm. Çünki əksinə dedi qurun suları daha səthə yaxın yerləşir. Sonra səpələrin radiasiyanın üstün olması bir də 6, 2, 5, 6. Yəni doğru cavab olur nə? E variantı. Burada səpələn deyil, düz radiasiya daha çoxdur. Ona görə doğru cavab olur nə? E variantı. Bu sualda həll etdiyimizə görə keçirik 62-ci sualın davam etməyə. Azərbaycanda dağ və tikanlı yovşan bitkilərin geniş yayıldığı iqlim tipi və aid olduğu fiziki coğrafi rayon. Yadda saxlayın, yovşandır, dəvətin buna düzəndə olandır, yəni yarımsərhəd qurutçulu iqlimindədir. Qobustan Abşeronu götürə bilərəm, Acınahor Ceyran çölü yarımsərhəd qurutçulu iqlimdə. Doğru cavab olacaq nə? B variantı. Bunu da həll etdiyimizə görə keçirik 63-dən davam edir. Əraziləri yalnız bir fiziki coğrafi rayonda yerləşən inzibati rayonlar. Məsələn, bura Böyük Qafqazda olanları götürməyəcəm, Kiçik Qafqazda olanları götürməyəcəm. Məsələn, İsmayıllıdır getdi, Şəmkir, Samux getdi, yəni Tovuza görə çıxa bilərəm hətta. Sonra Balakən zəqətə çıxır, cavab qana B. Yəni sırf Kürdə yerləşən Salyan, Saatlı, Sabirabad. Bu sualda həll etdiyimizə görə keçirik 63-dən davam eləməyə. Azərbaycan qurun sularının səthə yaxın olduğu ərazilər dedik ki, Kür ərazidə olan ərazilərdir. Ona görə Dağlıq Şirvan getdi, demək. Daha sonra Qonaqkənd getdi, Lənkəran getdi, Gəncə, Qazax getdi. Qaldı nə? Qanıq, Ərçay, Küraraz, Samur, Dəvəçi. Dedik ki, burada nədir? İntizamlı landşaftdır. Yəni ona görə quru sular səthə yaxın yaşayır. Azərbaycan bataqlaşmış 65-ci deyir ki, Azərbaycanda bataqlaşmış sahəyə daha çox rast gələn ərazilər, bataqlıq bizdən çox hardadır? Kürün Xəzərə yaxın ərazilərində, yəni Lənkəran, Cəyən olmaz, Qusar Mahalı olmaz, Şirvan olmaz. Cavab qarnə Salyan, Muğan. 65-də oldu nə? D variantı. Bu sualda həll etdiyimizə görə keçirik 66-dan davam. Dağ meşə torpaqları deyir ki, demək yaranmayan fiziki coğrafiya. Dağ meşə düzəndə yaranmaz. Ya da Araz boyu, Ceyran Acınahor, Küdri Şirvan, Zaqatala yaranar, Gəncə, Qarabağda yaranar və A variantı doğrudur. Çox sizi yormayacağam. Araz boyu, Ceyran Acınahor, Küdri Şirvan. Çünki dağ meşə düzəndə yaranmaz, rütubətli yerdə yaranır və dağlıq yerdə yaranır. 67. Azərbaycan interozonal və texnogen landşaftlar üçün səciyyəvi olan müvafiq ərazi. Interozonal demişdik, Samur, Dəvəçi, Qanıq, Ərçay, bir də Kür ərazi idi. Texnogen isə haraydı? Abşeron, Qobustan ərazisi idi. Həkkəri olmaz, Qonaqkənd olmaz, Talış olmaz. İntexnogen dedik nə olar? Abşeron, Acınahor da səhvdir. Doğru cavab qalır nə? D variantı. Bu sualda həll etdiyimizə görə keçirik 68-dən davam edir. Fəal temperatur cəmi yüksək, rütubətin misal vahiddən kiçik olduğu fiziki coğrafi rayon. Burada rütubət misalı vahiddən kiçikdirsə rütubətli ilə çıxır. Qonaqkənd rütubətli çıxır. Qarabağ vulkanik ərazisi rütubətli çıxır. Şamaxı daş rütubətli çıxır. Günc Qafqaz rütubətli çıxır. Cavab qana C variantı. Yəni mərkəzi Aran, Abşeron, Qobustan və Araz boyu. 69-dan davam edir ki, Azərbaycan çəmən meşə landşaftının belə deyək, demək, çəmən meşə landşaftının yayıldığı fiziki coğrafiyanı və bunun səbəbi. Burada dedik ki, çəmən meşə hardadır? Samur, Dəvəçi, Qanıq, Ərçay, Şirin yazıçının səthə çıxması doğru cavabına B variantı. Bu sualda həll etdiyimizə görə keçirik 70-dən davam eləməyə.
Deyir ki, verən əlamətə Küraz ovalının hansı düzəninə aiddir? Səthi döngü ölçəmi ilə ölçülüb. Küraz sahil sahilində yerləşir. Pampas inkişaf etmişdir. Rütbələri isə vahiddən kiçikdir. Kür və Arazın hər ikisinin sağında yerləşən düzənlik yadda saxlayın. Muğam düzüdür. Ona görə də 70-də olacaq nə? E variantı.